Gəlin bu hədisə baxaq görək, imamlar kimləri öz şiyələri hesab ediblər və bu dövrdə, bu zamanda yaşayan insanların həqiqətən imamların şiyəsi olub-olmadığını necə bilmək mümkündür. Görək İmam Sadiq əleyhissalam bu hədisdə nə buyurur? Abdullah ibn Həmmad Ənsari bir nəfərdən belə nəql edir. Səhabələrindən biri Əbu Abdullah əleyhissalamın yanına gəlib dedi: "Sizə fəda olum. Allaha and olsun ki, mən sizi və sizi sevəni sevirəm. Ey ağam, nə çox şiyəniz var." İmam əleyhissalam soruşdu: "Nə qədərdilər?" O dedi: "Çoxdurlar." İmam soruşdu: "Saya bilərsən?" O dedi: "Onlar bundan daha çoxdurlar." İmam əleyhissalam buyurdu: "Bilin, əgər daha əvvəldən bildirilən say 310 neçə sayı tamam olsaydı, istədiyiniz baş verərdi. Lakin bizim şiyəmiz o kəslərdir ki, səsləri qulaqlarını keçmir, qəzəbləri bədənlərini aşmır, bizi aşkarda tərif etmir, bizə dost olanla düşmənçilik etmir, bizə tənə vuranla oturmur, bizi təhqir edənlə danışmır, bizə nifrət edəni sevmir və bizi sevənə nifrət etmirlər." Mən soruşdum: "Bəs özlərinin şiə olduğunu deyən bu fərqli şiələrlə necə davranır?" İmam əleyhissalam buyurdu: "Onların arasında seçilmə, arınma və dəyişilmə baş verəcək. İllər gəlib onları aradan aparacaq. Onları öldürən bir qılınc və həlak edən bir ixtilaf üz gətirəcək. Bizim şiələrimiz o kəslərdir ki, it kimi ulamaz, qarğa kimi tamahkar və azgöz olmaz. Bizim şiələrimiz acından ölsələr də cəmaata əl açmazlar." Mən soruşdum: "Sizə fəda olun, bu xüsusiyyətlərə sahib olan şəxsləri harada tapım?" İmam əleyhissalam buyurdu: "Onları yer üzünün ətraf yerlərində axtar. Onlar o kəslərdir ki, yaşayışları aşağı səviyyəli, evləri isə dəyişkəndir. Əgər cəmaat arasında olsalar, tanınmazlar. Gözdən itsələr, axtarılmazlar. Xəstə olsalar, heç kəs onlara baş çəkməz. Elçi düşsələr, heç kəs onlara qız verməz. Əgər ölsələr, cənazələrində heç kəs iştirak etməz. Onlar o kəslərdir ki, mal-mülkləri barədə bir-birlərinə təsəlli verir. Qəbirlərində bir-birlərini ziyarət edirlər. Onların istəkləri bir-birlərindən fərqlənməz. Hərçənd yaşadıkları şəhərləri fərqlənsə də." Hədisin mənbəsini aşağıda qeyd edirəm. Gəlin görək bu gün həqiqətən bu hədisdə təsvir olunan kimi nə qədər sayda şiə mövcuddur. Fikirlərinizi rəy bölməsinə yaza bilərsiniz.